Peyğəmbər buyurur, hər dəfə uşağınızın üzündən öpəndə cənnətdə bir dərəcə özü artır. Ona görə deyirlər valideynlərə ki, uşaqlarınıza dəqiqədə deməyin, filan şey eləməsin, səni çox istəməyəcəm. Bu sözü çox deməyin uşaqlara. Uşaq üçün faciə olmalıdır ki, valideyn onu çox istəməsin. Bu təhdidi, nə bilim mən, ömürdə bir neçə dəfə eləyərsən uşağa. Ata-ana var, dəqiqə başı deyir, çox istəmərəm ha səni. Qoy o ehtimalı verməsin. Sən onu o qədər məhəbbətlə doldur, ilk 7 ildə məhəbbəti artıqlaması ilə ona ver ki, növbəti 7 ildə ona əmrlər verəndə bilsin ki, arxayın olsun ki, bu əmrlərin qaynağı məhəbbətdir. Şəkkə düşməsin ata-ana barədə. Uşaq məhəbbət görəndə ailədə Allahın məhəbbətini daha yaxşı tanıyır. Adam var ki, anası başının üstündə dayanıb, yumruğunla elə hey təhqir eləyir, qışqırır, sonra gəlir məclisdə deyir ki, Allah anadan da mehribandır. Deyir, ananın harası mehribandır ki? Ana ben mehribandır ki.